Salam aleykum. İndi sizə cadu əməlin əlamətlərindən və necə qurtulacağınızdan bəhs edəcəm. Bəli, cadu əməl insan ömrünü çürüdən, dəhşət dərəcədə bərbad edən, həyatın alt-üst edən, ailəni tarimar edən və bir çox xoşagəlməz hadisələri ortaya çıxardan çox pis bir əməldir. Bəli, Allah Zülcəlal cadunu eləyənə də, elətdirənə də 7-ci qat cəhənnəmi vəd vermişdir. Yəni müsaade vermiştir eləmələrinə, amma bədəlin ödətdirəcəyinə də söz vermiştir. Ümumiyyətcə, Allah Teala sərbəst iradəyə çox önəm verir və o sərbəst iradə ilə mənim əmr etdiyim istiqamətdə yaşamağa qərar verərsənsə, yaşayarsansa, mənə itaat edərsənsə, sənə mənəvi olaraq mükafat, huzur verərəm və qarşılığında sənə cənnəti bəxş eləyərəm. Əgər yox, bunun əksini edərsənsə, özünə və ətrafındakı insanlara zülm edərsənsə, onun bədəlini sənə ödətdirərəm. Həm bu dünyada, həm axirətdə. Deməli, ilk olaraq cadu əməl nədir? Cadu əməl bəddua deməkdir. Quran-ı Kərimdə Bəqərə surəsi 102-ci ayədə Həzrət Süleyman əleyhissalamın dövründən Harut və Marut tərəfindən öyrədilmiş cadu əməldən bəhs olunur. Ancaq ki, biz bunu sizə öyrədərik. Amma bunu əsla və əsla insanların üzərinə tətbiq etməyin. Belə bir hikmətli ayədir. Deməli, dəyərli izləyicilər, bunun əlamətləri nədir? Əlamətləri ailədə olan anında, yəni çox qısa bir zamanda soyuq münasibət. Sevdiyin insanla bir araya gələndə dalaşırsan, uzaqlaşanda darıxırsan. Bədəndə olan xəstəliklər ortaya çıxır. Kürəkdə sancılar, gözünün içində qızartılar, qızdırman var, dəhşətli qızdırman var. Termometr qoyursan, 36-37 göstərir, amma sən qızdırmadan yanırsan. Həkimə gedirsən, həkim sənə diaqnostika qoya bilmir. Deyirsən, sağlamsan, hər şey qaydasında. Rentgen aparatda düşürsən, ağrıyan yerini göstərmir, amma sən ağrıyırsan. Bəli, bədəndə olan ləkələr əmələ gəlir. Heç bir xəsarət, heç bir zərbə dəymədən, heç nə olmadan xına ləkəsi, göyərtilər əmələ gəlir. Bəli, bu aşiq cinlərin müsəllətinin əlamətidir. Bəli, boşanmalar tez-tez baş verir. Uşağın dünyaya gəlməməsi sonsuzluq əmələ gətirir. Bəli, ruzi bərəkətin sıfıra düşməsi. Hər hansısa bir işin dalınca gedirsən, alınan bir iş, hər şey qaydasında plan üzrə gedir. Amma o işdən nəticə almağa getdiyin zaman alt-üst olursan ki, o işdən əsər əlamət qalmır. Yanında gedən insanlar hər şeydən uğurlu nəticə əldə edəcək, səndən başqa. Bəli, geridə qalarsan hər şeydən, düşürsən depressiyaya, aqressiv olursan,